Salam Ayılmış usta. Salam Ayxan, xoş gəlmisən burada. Sağ ol qadınım. Əvvəla izləyicilərimizi salamlayıram. Allah canını sağ olsun. Buyurun gəlib qonağımız ola bilərlər. Bugün 2 dənə yeməyin hazırlanma qaydasını göstərəcəm. Demək, can əti limonludur, portaqallı limonlu və kefli desən hazırlanma qaydasıdır. Bizim üçün bizə lazım olan can ətidir, döyülmüş hazır can ətidir. Kənd çorpasıdır, kartoşka ilə, çərə yağıdır, limon suyu, apelsin suyu qarışıqdır. Az ki, çaxırdan olacaq. Allah canını sağ olsun. İlk öncə çərə yağını əlavə edirik tavalarımıza. Yağımız qızandan sonra can ətini əlavə edirik. Baldır, bal. Bal. Və kənd çorpasını əlavə edirik. Kənd çorpası. Tam qızarmağa qoyulmur efendim. Çünki rəngi tarifasını tutmalıdır. Limon çorpası. Tam qızarmamalıdır da. Kınaladıksa sevindik, kartoplarını yaptık. Kınalayandan sonra fərq. Saxlanın alalım. Vay. Bu nədir bu? Təxminən nə qədər hazır olursa? Yaxın saxlandıqdan sonra 12 dəqiqə hazır. 12 dəqiqə. Yeməyimiz bu. Ayılmış usta. Can əti. Ətin pişmə qaydasını çək. Bu qaydada qızarmalı, çox qızarmalı. Və limonun əlavə edirik. Bu nədir? Baldır, bal. Bu da paştı hazırdır da. Və maksimum 4 dəqiqədən sonra hazır. Allah canını sağ eləsin. Buyurub gəlib Elmus yanında, Şəki restoranında gəlib dada bilərsiniz. Əlin qolun var olsun abi. Çox sağ ol. Bu da yemeğimizi hazırladık. Bak. Şurası. Bax. Bu nədir bu? O birisi yeməyimiz Bu da hafif kefli beşamel. şevli beçər. Artık hazır. Əlin qolun var olsun abi. Çox sağ ol. Su səsində Elmus yanında gəlib dada, ləziz təamlardan dada bilərsiniz.